İyi də salam müləkib, sabahınız xeyir olsun. Bax, cana kanalxı, zibillik. Sakinlərin zibil qabı olmadığına görə görürsünüz. Şəhidin Eysan bulağının yanı. Mən deyəndə ki, bura zibil qab qoymaq lazımdır. Sakinləri də başa düşmək lazımdır ki, sakinlərin zibil tullamağa yeri yoxdur. Sakinlər hala tullamalı zibili. Yəni böyük bir küçədir. Totanlı qəsəbəsi, böyük bir küçədir. Baxın, sakinlər zibili gör hala dökür. Məcburlar kanala. Bax kanala. Burada zibil qabı olmadığına görə Totanlı Göygöl ərazisidir. Totanlı Gəncə şəhərin ərazisidir. Yəni çoxları bilmir, mən deyirəm da. Yəni biləndə bildir. Baxın, bax zibili dökürlər kanala. Zibil qabı olmadığına görə. Yəni bunun zibil idarəsini özünü yəni işidir. Yəni bu yekəti yerə gəlib zibil qabı tapa qoya bilmədilər. Yəni belə baxanda düz kanala baxın. Sakinlər hamısı zibili döşür kanalla. Bu kanalda gedir Samux rayonuna. Bizim kənd təsərrüfatımızı Samux rayonu 70%-ni həll eləyir. Bu da nə deməkdir? Xəstəliyin yaranmasına birbaşa zibil idarəsi, kommunal idarəsi məsuliyyət daşıyır. Baxın. Yəni fakt çəkib qoyuram. Mən yəni nəysə yalanla qoymuram. Yəni xahiş edirəm, buna bir nəzər eləyəsiniz ki, bura zibil qabı qoyulmağında inşallah köməkli edin.